Samurda xəstəxanaya doğuş üçün gedən qadının həkim tapmadığı iddia edilib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Qadının həyat yoldaşı Çoban Abdallı kənd sakini Emin Mustafayev telefonla lenti aldığı videoda bildirib ki, iyulun 27-si ailəsi rayon xəstəxanasına doğuş üçün müraciət edib. Lakin xəstəxanada həkimin olmadığı, onların məzuniyyətdə olduğu deyil. Həmin görüntüləri təqdim etdik. Amıq rayonunun bansiyasından yoldaşımı doktor yoxdur, doğuş eləmirlər. Deyirlər ki, Abbas Sədəbə, bu da skor var. Deyirəm, skor ilə yola salın, deyir, buradan icazə yoxdur, çağırış, ora Abbas Sədəbə almağa. Deyir, sistemin altından çıxardıb xəstənin dal qapı ilə də yola salın. Bu xəstəyə sabah nəsə olsa, Samıq rayonunun deyir, mərkəzi xəstəxanasıdır. Qəbul eləmirlər, özü də şəhid bacısıdır. Bax, görsüz doğuşu qəbul eləmir ki, bu da həkim yoxdur, qarından da yarılma əməliyyatı deyir ki, bu da qan yoxdur. Burada bax, Samıq rayonudur, bax. Bu da skor ola deyir, bu da icazə yoxdur. Bu da xəstədir, çıxardıb əlində kağız, şəhid bacısıdır, doğmağa gəlir, pansiyada həkim yoxdur ki, bax, bir gün sabah doğuş vaxtıdır. 5-ci gündə gəldik, dedi, gedin kağız alın, gətirin. Sənin uşağı yoxlanışını alıb kağız əlimizdə gəlmiş ki, doğuzmağa həkim yoxdur. Bu da Samığın, bax, görürsünüz, heç kim yoxdur, amma məzuniyyətə girir. Ay şəxsən də çıxma qədər doktorlar məzuniyyətdən gəlsin, sonra çıxarsan. Hələ doktorlar hamısı məzuniyyətdədir. Bu da Samığın, görürsünüz, bansiyada heç kim yoxdur, amma məzuniyyətdədir. Deməli, bu uşaq dünyaya gəlsə, ölməlidir. Buranın gəlsi yoxdur, bax, görürsünüz. Şimdi baş həkimin yanına gəlmişik, görək nə deyir. Bu ölkəbdə Samıqda həkim yoxdur, hamısı məzuniyyətə gedir, bu da şəhid başdır.